Aha, xəritədə xüsusi şərhlənmiş dövlətin Azərbaycan ilə bağlı siyasətini müəyyən edin. Deməli, baxaq, burada İngiltərə dövlətidir, bu İngiltərədir. Bunun 17-ci əsrdə və 20-ci əsrdə siyasətlərini biz müəyyənləşdirməliyik, Azərbaycanla bağlı siyasəti. Özdə baxmalıyıq ki, mütləq Azərbaycanla bağlı, yəni Azərbaycanla əlaqəli olsun orada yazılanlar. Səfəvilər dövlətinə Portuqaliyaya qarşı mübarizədə hərbi dəstək göstərməsi. Bəli, 1621-ci ildə biz bilirik ki, İngiltərə Səfəvilərlə müqavilə bağlayır Şah Abbasla və Portuqaliyaya qarşı mübarizədə ona yardım etməyə söz verir. Deməli 1A. 1A olmayanları dərhal çıxırıq. Bunları çıxdıq. Bunları çıxdıq. Deməli Y ilə D bəndi getdi. Sonra Azərbaycan ipəyini Volqa Xəzər yolu ilə Qərbi Avropaya daşımaq hüququ əldə etməsi. Yəni bu Rusiyaya aiddir birincisi. Rusiya 17-ci əsrdə bu hüququ əldə edib. İvan Qrozundan sonra ümumiyyətcə Avropalıların Rusiya vasitəsilə şərq mallarını Avropaya daşıması